24-cü sualla davam edirik. Deməli, Səsli qız əsərinin məzmununa aid olan fikirləri bizdən istəyir. Poemada milli azadlığa, müstəqilliyə qənim kəsilən daxili düşmənlər tənqid edilir. Xeyr, hadisələr tarixdən alınmış, lakin dövrün ruhu əsərdə canlandırılmışdır. Bu, özünün yaşadığı dövrdə olan tarixdən alınmış bir hadisə idi. Yəni, əslində oxuduğu tarixlərdə yox, elə yaşadığı dövrün tarixindən götürülmüşdür. 2 düzgün fikirdir. Ölkənin hökmdarının ordusu insanlığı əzmiş, hər cür cinayətlər işlənmişdir. Baxın, ölkənin hökmdarının ordusu yox, gələn qalib hökmdarın ordusu insanlığı əzmişdir. Ona görə 3 yanlış fikirdir. 3 olan fikirləri çıxırıq. Müəyyən şərtlər qarşılığında məğlub hökmdar sağ buraxılır. Bəli, düzgün fikirdir. 5-incisi, epik təsvirlərə geniş yer verilən əsərdə Saranın səsində ölkədə qaynayan kin təsvir olunur. Bəli, düzdür. Burada olacaq A variantı. 25-ci suala baxırıq. Deməli, Əhməd Cavad yaradıcılığına aid olan fikri seçin. Sosializm quruculuğu tərənnüm edən əsər yazmayıb. Dalğa şeir kitabında müəllif kədəri əks edilib. Lirik epik növlərdə yazan müəllifin yaradıcılığında sətiraltı ifadələrə yer verilmir. Bu yanlış fikirdir. İlk əsərlərində deməli, maarifçi realizmin təsiri aydın duyulurdu. Xeyr, şeirlərdə ənənəvi məcazlardan istifadə edib. Bəli, bu düzgündür. Sonra 26. Azərbaycan şeirinə əsasən doğru fikirləri müəyyən eləyin. Baxaq, əsərdə təşbeh, epitet kimi bədii təsir vasitələrindən, bədii təzad, inversiya kimi ifadə vasitələrindən istifadə olunmuşdur. Düzgün fikirdir. Azərbaycanın tarixi keçmişindən söz açılır. Xeyr, bu yanlışdır. Bunu üzr istəyirəm. Bu yanlış fikirdir. Bunu götürə bilmirik. 2 çıxdı. Dünyanın Azərbaycandan işıq aldığı əks edilib. Bəli, düzgün fikirdir. Hər şeyin var, nəyin yoxdur? Misrasında bədii sualdan istifadə edilmişdir. Bəli, düzgündür. Dörtlük şəklində yazılan əsərdə misradaxili bölgü 5-3 şəklindədir. Yanlışdır. Bizim düzgün variantımız 1, 3, 4. Ümumiyyətlə, şeirlə bağlı olan mövzularda testlərdə düzgün yazmaq üçün çalışmaq lazım. Şeirləri heç olmasa əzbər biləsən və belə olan halda çox asanlıqla variantı tapmaq mümkündür. 27. Azərbaycan bayrağından şeirinə belə bir məqam yoxdur. Olmayan məqamı bizdən istəyir. Müəllifin şəxsi düşüncəsi var. Əlbəttə, türk soyunun adının çəkilməsi Qayı xan soyunun adı var. Doğrudur. C variantına baxırıq. Turançılıq ideyalarının ön plana çəkilməsi. Turançılıq ideyasının ön plana çəkilmir. Var, amma ön plana çəkilmir. Bayrağa olan sevginin, vətənə məhəbbətin simvol olması düzdür. Bayraqdakı ulduzun aya sığınmış şəkildə təsviri bəlidir ki, Allahın yıldızı, o gözəl pəri sığınmış qoynunda aya bayrağının düzgün fikirdir. Deməli, səhv fikir nə oldu burada? C variantı. Səsli qız poemasına əsasən doğru fikirləri seçin. Əsərdə yalnız şəhəri müdafiə edənlər qılıncdan keçirilir. Bu, yalnız şəhəri müdafiə edənlər yox. Ümumiyyətlə, kim gəldi, qırırdılar. Bir yanlışdır. Müharibənin insanlığa, dinc əhaliyə yönəlməsi yol verilməzdir. Əlbəttə, doğrudur. Müəllif öz mövqeyini gizlətməmiş, fikirlərini qabarıq ifadə eləmişdi. Düzgün fikirdir bu da. Əsərdə geniş epik lövhələr təsvir olunmuşdur. Doğru fikirdir. Sara nişanlısının ayrılarkən qisasını alacağını deyir. Yenə deyirik ki, ölüm ayağında o onu görmür. 2, 3, 4. A variantı. Sonra 29. Laçınım var, tərlanım var, çoxlu şirin dastanın var. Qorxun yoxdur, düşmənim var, Azərbaycan, Azərbaycan. Azərbaycan şeirinə verilən bənddə doğru fikirləri seçin. Nümunədə inversiya işlənib, laçınım var, tərlanım var, çoxlu şirin dastanım var, qorxun yox, düşmənim var. Bax, inversiya yoxdur. İnversiya rast gəlmirik. 1 getdi. 4-cü misra təkrirdən ibarətdir. Bəli, 4-cü misra Azərbaycan təkrirdir. 2 düzdür. Laçın rayonunun adı çəkilmişdi. Laçınım var. Bu, Laçın rayonunun adı sayılmır da. Burada Tərlan, Laçın quş adı kimi istifadə olunur. Ona görə 3 səhvdir. Epitet və təzad işlənib. Çoxlu şirin dastan epitet. Qorxun yoxdur, düşmənim var. Laçınım var, tərlanım var, çoxlu şirin dastanım var. Qorxun yoxdur, düşmənim var. Burada qorxunun olmamağı, düşmənin olmağı bir-birindən təzadlıq yaranır. Ona görə də 4 düzgün fikirdir. 29-da olur B bəndi.
30-a baxıram. Səsli qız poemasına əsasən Eyler-Venn diaqramından doğru fikirləri seçilir. Baxaq görək doğru fikirlər hansılardır. Qalib hökmdarla məğlub hökmdarı müqayisə edirik. Ölkənin yasını toya çevirir. Qalib hökmdara aid olan xüsusiyyəti bir doğru fikirdir. Baş verənlərin günahkarı hesab edilir. Bu məğlub şah da hesab edilir. Burada çünki deyir, sənin bu boş başından nələr çəkdi məmləkət. 2 olan bənd səhvdir, 2 olanları çıxırıq ki, test işləməyimiz asanlaşsın. 2 variant arasında qaldıq. 3 mənfi obrazdır hər ikisi. Bəli, bu düzgün fikirdir. Hər ikisi mənfi obrazdır. 3 olan fikir düz götürürük. Ölkəsini azad eləməyi bacarır. Yox, məğlub hökmdar çıxır gedir. 4 yanlış fikirdir. Deməli, Allahlıq iddiası eləyir. Məğlub hökmdar, bu da doğru bir fikirdir. 30 olacaq Y variantı. 31. Müqayisə cədvəlinə əsasən doğru fikirləri seçin. İblislə səsli qız arasında. İndi baxaq. İblis A-nı iblis təmsil edir, B-ni səsli qız. Əsərdəki hadisələrin çatdırılmasında müəllif təhkiyəsinə yer verilir. Bu iblisə aid olan yanlış fikirdir. Müharibələrin alçaq ehtirasların nəticəsi kimi dəyərləndirilən əsərdə deməli, ordular yox, insanlar qarşılaşdırılır. Bəli, bu düzgün fikirdir. Bunu düz götürə bilərik, çünki orada insanlar deyir, vəhşiləşib, insanlar deyir, insandakı deyir, vəhşiliyə deyir, heyvan belə deyir, şaşqındır da, yəni onlardakı olan bir vəhşiliyi. Sonra deyir, insanı deyir, öldürməksə deyir, böyük bir, qürurlu bir işdə, deyir, onda canavar bizdən də deyir, müthiş bir varlıq olardı. Yəni, burada bu doğru fikirdir, için götürə bilərik biz. 2 olmayanları çıxaq, 1 olanları çıxaq. Sonra baxırıq 3-cüyə. Deyir ki, real müharibə səhnələri yer alan əsərdə konflikt insan mənəviyyatının müxtəlif qütbləri arasındadır. Deməli, biz bunu real müharibə yer alan əsərdə konflikt insan mənəviyyatının müxtəlif qütbləri arasında biz bunu hər ikisinə aid eləyə bilərik. Çünki real müharibə səhnələri iblisdə də var, səsli qızda da var və insan mənəviyyatı müxtəlif qütblər arasında bu daha çox iblisə gedən bir fikirdir. Biz bunu səsli qıza məncə yaza bilmərik. Ona görə 3 olan bəndləri də çıxırıq. Sonra 4-ə baxırıq. Müəllifin kapitalist həyat şərtlərini ifadə edən düşüncələri ölkə və ölkənin idarə edilməsi problemi qoyulmuşdur. Burada belə bir şey yoxdur, yanlış fikirdir. Əsərdə mənfi xarakterli, şərq xislətli insanların əməllərinə yer verilmişdir. Bu, hər ikisi üçün oxşar olan xüsusiyyətdir. İblis əsərində mənfi xarakterli, şərq xislətli insan əməlləri var idi. Doğrudur. Orada Arifin sonunda əməlləri var, İbn Yəminin əməlləri var. Yəni, burada mənfi xarakter var. Eyni zamanda səsli qız əsərində də var. Vahid süjet xətti olan əsərdə itkilərə yer verilib, həmçinin insan xarakterinə bağlı müxtəlif səhnələr canlandırılıb. İblisdə var, bu xüsusiyyət səsli qızda da var. Ona görə B variantını düzgün variant kimi götürə bilərik. 32-yə baxırıq. Azərbaycan bayrağına məzmuna aid olan doğru fikirləri müəyyən eləyir. Rədifdən istifadə olunan əsərdə tərənnüm aparıcıdır. Baxın, bizə məzmun deyir. Ona görə A variantını çıxırıq. Bayrağı Allahın ulduzu, o gözəl pəri deyə təsvir edən müəllif ona aid əlamətləri ifadə eləyib. Baxın, burada da məzmundan çox formaya gedir. Sonra baxırıq. Eyni zamanda burada bayrağı yox. Ulduzu gözəl pəriyə bənzədir. Allahın da yıldızı o gözəl pəri. Sonra əsərə görə istənilən milli dövlət atributu insanın könlünə səfa verə bilər. Xeyr, bayrağın üzərindəki əlamətlərdən danışılır. Bu düzgün fikirdir. Turana gedərkən müəllifin bayraqla olan səmimi dialoquna yer verilib. Orada bayraqla olan dialoqu yoxdur. Sadəcə olaraq deyir ki, gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma. Orada dialoqu yoxdur. Deməli, 32-də oldu D variantı. 33. Səsli qız poemasına aid olan fikirləri müəyyən edin. Əsərdə vətənə məhəbbət, azad yaşamağın hər şeydən vacib olması fikirlərin əsərin yığcam epik təsvirlərində ifadə olunur. Vətənə məhəbbət, azad yaşamağı hər şeydən vacib olması əsərin yığcam epik, yığcam yox. Orada geniş şəkildə ifadə olunur. A-nı çıxarıq. Yeni xaqan çiçəkli kökü bəzətdirərək orada çift məclisi düzəldir. Yeni xaqan bunu bəzəmir. Bunu köhnə xaqan bəzəyir orada. Bu yanlış fikirdir. Qalib hökmdarın ölümündən sonra xalq üsyan eləyir.
qalib gəlir və bu vəziyyəti ifadə etmək üçün əsərdə indiki və mövcud ifadə səsləndirir. Bu yox, bu bundan əvvəl idi. Qalib hökmdarın ölümündən sonra yox. Qalib hökmdar artıq ölkəyə girəndən sonra öz taxt tacında yerini aldıqdan sonra baş verən hadisədir bu. Əsərin konflikti qalib hökmdarla məğlub hökmdar arasında olan ədalətin üzərində qurulub. Xeyr, burada o ədaləti biz orada görmürük. Əsərdə kompozisiyanın elementinə yer verilib, insan xarakterindəki fərqli cəhətlər diqqət. Kompozisiyanın elementi nədir? Proloq sayılır. Proloqa biz orada rast gəlirik. Və insan xarakterinin fərqli cəhətlərində, bəli, orada insan xarakterinə bağlı bayaq qeyd elədik ki, məqamlar var idi. Bu olacaq doğru fikir. 34-ə baxırıq. Səsli qız poemasının klasteri tamamlayan fikirləri müəyyən eləyin. Belə klasterlərdə baxmalıyıq ki, birinci tərəf düzdür, yoxsa səhvdir. Səsli qız ölkə sonunda düşmənə qalib gəlir, doğru fikirdir. Deməli, biz doğruları seçməliyik. Məğlub hökmdarın sözləri ilə əylənən qalib hökmdara ölkənin yuxarı təbəqə nümayəndələri də qoşulur. Burada onlar lağ eləyən vaxtı ona qoşulmur da, lağ eləmək. Ona görə biri çıxarıq. Şahmarı sağ buraxmaq, öldürməmək bir günah ifadəsində təzad işlənməsə də metafora işlənmişdir. Baxırıq, sağ buraxmaq, öldürməmək, sağ buraxmaqla öldürməmək eyni mənaya gəlir, çıxır. Ona görə burada təzad yoxdur, düzdür. Metafora işlənib, bəli, var, düzdür. Əsərin sonunda azadlıq eşidincə millətin artıq rahatlığa qovuşduğunu dərk etməsinə təşviq var. Xeyr. Sara oxuyarkən onun səsində ölkədə qaynayan kin, mahnının sözlərində isə yurda məhəbbət ifadə olunur. Bəli, düzdür. Bunu düz götürə bilərik. Deməli, 34-də olmalıdır B variantı. 35. Klasterə əsasən uyğunluğu müəyyən edin. Yenə klasterdə baxırıq. Yazılı ədəbiyyatın nümunəsidir. Deməli, görək burada nə gedər. 1-ə iblisi yazsaq, bu variantlarla işləmək lazım olacaq. Bir də yazaq, B yazsaq, səsli qız yazsaq necə olar? Müharibənin dəhşətlərini yaşayan insanlar var. Burada müharibə dəhşətlərini yaşayan hər ikisinə gedə bilər. Deməli, 1-ə A qoysaq, B qoysaq, C buna da gedər, buna da gedər. Konflikt insan mənəviyyatı üzərində qurulmuşdur. Bu daha çox gedər iblis əsərinə. Deməli, biz bu konfliktin iblis adadır. Deməli, buraya yaza bilərik daha çox. Sonra əsərdə qoyulan mövzu müharibənin insan həyatı fonunda tərənnüm edilməsidir. Biz bunu, deməli, Y variantı. Əsərdə qoyulan mövzu müharibənin insan həyatı fonunda tərənnüm edilməsidir. Biz bunu heç birinə yaza bilmərik. Nə ona, nə buna. Əsərdə mifik obrazın iştirakına yer verilmişdir. Bunu iblisə yaza bilərik. Çünki iblis mifik obrazı idi orada. Deməli, belə olan halda da A, C, D, E, F, C variantı düzgün variantdır. Səsli qız əsərində qalib hökmdarı obrazı başqa hansı əsərin mənfi obrazı və onun hansı xüsusiyyəti ilə Səsli qız əsərindəki qalib hökmdar obrazı başqa hansı əsərin mənfi obrazı və onun hansı xüsusiyyəti ilə ortaqdır? Bəli, bizə analogiya qurmağı tələb eləyir. İskəndərlə zülmə son verib ədaləti bərqərar elədiyi üçün. Xeyr, İskəndər ədalətli hökmdar idi, amma buradakı qalib şah ədalətsiz idi. Eyniləşdirə bilmərik. Bayandır xanla da eyniləşdirə bilmərik. Xotkar az görünsə də oxucuda onunla bağlı kifayət qədər fikir yaranmasına bəli, bunu götürə bilərik. Mənfi obrazı idi. Xotkarda o da mənfi obrazı idi. Yəni, buradakı qalib hökmdarda. Eyni zamanda qalib hökmdarda az görünür, amma onun xüsusiyyətlərini yazıcı elə ifadə edir ki, biz onu çox aydın şəkildə görürük ki, bu necədir? 36-da olacaq C variantı. Bir dəqiqə. 7-də qalmışdıq. Yox, D variantı. Yusif Sərracla üst-üstə düşmür. Yusif Sərrac müsbət obrazı deyə onu uyğunlaşdıra bilmirik. Fransa kralı üsyandan sonra qaçması ilə bunu məğlub hökmdarla eyniləşdirə bilərik. Qalib hökmdarla yox. Ona görə Y variantı getdi. 37-yə baxırıq. Deməli, Əhməd Cavadın Səsli qız əsərindən verilmiş klasteri tamamlamayacaq. Yəni, mənfi fikirləri. Baxa görə burada düz fikirdir, yoxsa səhv fikirdir. Qalib şahın əlini öpərək zahirən onu şahı kimi qəbul etdik. Bu doğru fikirdir. Deməli, bizə yanlış fikirlər seçmək
istənilir. Ölkəsində məruz qaldığı həqarətdən xilas etməyin yolunu qalib şahı öldürməkdə görür. Bəli, düzdür. Rəqqasələri oynamağa təşviq edərək meyə zəhər qatmağı bacarır. O təşviq eləmir orada. İntiqam almaq məqsədi ilə qalib şahın məclisində oxumağı qəbul edir. Bu da yanlış fikirdir. Deməli, oxuduğu şərqidə ölkəsinin, bir dəqiqə, burada ölkəsini səsi klasteri tamamlamayacaq fikirləri istəyir. Sara obrazı qalib şahın əlini öpərək zahirən onu şahı kimi qəbul etdiyini göstərir. Bu doğru fikirdir, düzdürmü? Doğru fikirdə nə tamamlayar? Tamamlamaz. Yanlış fikir tamamlamaz, düzdürmü? Bir dəqiqə, yenidən baxaq bu testə. Deməli, deyir ki, ölkəsinin məruz qaldığı həqarətdən xilas etməyin yolunu qalib şahı öldürməkdə görür. Bax, biz bunu düz götürə bilmərik. Nəyə görə düz götürə bilmərik? Orada əslində qalsa o niyyətlə gəlməmişdi ora. Deməli, o orada sadəcə həmin anda ağlına gəlir ki, Arqunun necə deyirlər, qisasını alsın. Deyir ki, Arqun deyir, yaşayaram sənsiz necə mən və düşünür ki, deyir, nişanlısının qanını ondan alsın. Bu biri götürə bilmirik. Rəqqasələri oynamağa təşviq, meyə zəhər qatmağı bacarır. Meyə zəhər qatmağı bacarır. Bunu düz götürərəm. İntiqam almaq məqsədilə qalib şahın məclisini oxumağı qəbul edir. Bu intiqam almağı əvvəl demirəm, əvvəl fikirləşmir. Sonradan fikirləşir ki, intiqam almaq məqsədilə qalib şahın məclisini oxumağı qəbul edir. Bizə istəyir yanlış fikirləri. Bir dəqiqə qarışdırdım mən.